Bir daha salam. Ümid edirəm işləriniz qaydasındadır. Bugünkü dərsimizdə biz sizlə IELTS Writing Task 2-dan Coherence Cohesion'dan necə yuxarı bal əldə eləyək və Close Solution essələrini necə yazaq, onun haqqında məlumat əldə eləyəcəyik. Bu arada bir ekstra olaraq da double question esselər haqqında müəyyən bir giriş eləyəcəm, amma əsas məlumatımız gələn dərs veriləcək, çünki orada müəyyən qədər advantage, disadvantage esselər haqqında da məlumatımızın olması lazımdır. İlk olaraq öyrənməliyik ki, coherence və cohesion nədir? Qısa və sadə dillə başa salsam, coherence cohesion sizin essenizin nə dərəcədə axıcı və başa düşülən olmasıdır. Coherence cohesion digər sectionların alt sectionudur da deyə bilərik. Yəni, tutaq ki, siz ideyanızı yaxşı izah eləməmisiniz və ideyanızı yaxşı izah eləməmisiniz deyə ideyanız başa düşülməkdə çətinlik çəkilir. Bu təqdirdə sizin həm task response skorunuz, həm də coherence cohesion skorunuz aşağı olacaq. Ya da siz bir qrammatik səhv eləmisiniz, amma elə bir qrammatik səhv eləmisiniz ki, bu qrammatik səhvinizə görə sizin essedə nə yazdığınız başa düşülmür. Bu halda sizin həm qrammarınız, həm də coherence cohesion skorunuz aşağı olacaq. Və yaxud da siz tutaq ki, hər hansı bir vocabulary ilə bağlı səhv eləmisiniz, sözü səhv yazmısınız, sözü səhv işlətmisiniz və s. və buna görə başa düşülmürsə, bu həm coherence cohesion'a, həm də lexical resource-a təsir edəcək. Bəs nədir bu coherence, nədir bu cohesion? Gəlin bunun haqqında danışaq sizlə bir yerdə. Coherence nə qədər o big picture-dirsə, yəni o böyük şəkildirsə, cohesion daha balaca detallara verilən bir addır. Yəni coherence biz ümumi olaraq overall structure, paragraphs, topic sentence ki, əvvəlki dərsimizdə bunun haqqında danışdıq. Unutmusunuzsa yenidən izləməyinizi önərərəm. Progression, logical sequences and reader can follow with these. Yəni asanlıqla reader sizi izləyə bilsin. Cohesion isə daha o little thingsdir, balaca detallar da. Yəni sən readerə nə etdiyini deməlisən. Xatırlayırsınız bayaq sizə nə dedim? Dedim məsələn in terms of the environment, when it comes to the economy deyə başlayan ideyalarımızı. Niyə? Çünki bir növ readerə nə edəcəyimizi deməliyik biz ki, o daha rahatlıqla izləsin bizim essemizə. Düşünün, belə heç bir söz verilməyib. Onda başa düşməsi üçün ideya harda başlayır, harda bitir, izah harda başlayır, bu çətinlik törədə bilər. Extend your points. Bunu dərsin başından milyonlarca dəfə deyəcəm sizə task 2 üçün. Point açılmamış ideya sizdən bal aparacaq ki, bal gətirməyəcək. Avoid repetition, yəni repetitiondan qaçınmalıyıq. Bir məqamı hamımızın diqqətinə çatdırmaq istəyirəm uşaqlar. Pointlərimiz bəzən düşünürlər bir paragrafda nə qədər çox point versəm o qədər yaxşıdır, nə qədər çox point versəm o qədər yuxarı balım olacaq. Elə bir şey yoxdur. Əksinə çox point mənfidir, çünki çox point verəndə ya söz sayı lap çox olur, ya da sən ideyanı tam izah edə bilmirsən. Bu tipli problemlər yaşamayaq deyə sizə önərim, bayaq qeyd elədiyim kimi, pointlərinizi extend edərkən çalışın bir badiyə 1 point, maksimal olaraq 2 point verəsiniz. Readerə nə edəcəyimizi necə deməliyik? Bəzi linking sözlər şəklində sanki bir roadmap kimi düşünün bunu. Sequence göstərməliyik. First of all, to begin with, secondly, finally. Ya da contrast varsa on the other hand, however, although, despite this. Opinionimizi veririksə, as far as I'm concerned, it seems to me that, in my opinion. Conclusion verirsə, to sum up, so summarize, in summary, on the whole. Yəni çalış, amma bir şey var uşaqlar, overuse eləməyin bunları qətiyyən. Hər cümləmizin linking word-lə başlaması qəbul edilməzdir və bizim coherence cohesion'ımıza mənfi təsir edəcək, çünki çox robot kimi görünür və yaxşı təsir eləmir balımıza. Daha sonrasında pointlərimizi extend eləmək və argumentlərimizi genişləndirmək. Example verə bilərsiniz ki, example verəndə, for example, for instance, to illustrate this sözlərini istifadə edə bilərik. Explanation verə bilərsiniz, owing to, because of, due to sözlərini istifadə edə bilərsiniz. Resultları verərkən, as a result, for this reason, consequently. Daha çox ideya ya da example verirsinizsə, in addition, another reason is, furthermore, equally. Condition'dan izah edə bilərsiniz və s. şəklində. Və bir də repetition'dan qaçınmaq yolları ki, bunun haqqında növbəti slaytlarda danışacağam deyə indi detallı danışmayacağam. Coherence isə big picture-dır. Yəni sizin nəticədə quruluşa uyğun yazmağınız. Yəni introduction, bodyləriniz, conclusion'unuz varmı, topic sentence'iniz varmı? Bax bu kimi detallar. Sonra bu second reason in favor of, bu tip sözlərin işlədilməsi, bunlar hamısı bizim coherence'imizə təsir edirlər. Ümumi olaraq gəlin advanced metodlara baxaq ki, necə balımızı artıra bilərik coherence cohesion üzərindən. İlk olaraq, məsələn, Band 5 nümunəni görürsünüz, and ilə 2 cümlənin bağlanılması. Band 5 plus istəyirsinizsə, which, yəni simple relative clause'lardan istifadə edin. Ya da daha belə deyək, complex cohesive device'lərdən istifadə edə bilərsiniz. When, before, after, although, however tipli sözlərdən.
Və yaxud da daha kompleksindən as a result və sairədən istifadə edə bilərsiniz müəyyən qədər. Daha advanced optionlar istəyirsinizsə, mənim sizə önərim nədir? Which həm görürsünüz relative clause-dan istifadə ediblər. Which led to an immediate reduction in the amount of traffic. So, yadda saxlayın ki, feil işlətməkdənsə, bunu biz lexical resource dərsimizdə, yəni gələn dərsimizdə də danışacağıq. Feil işlətməkdənsə, sayılmayan isim formasını işlətmək daha yaxşıdır. Və isim işlədirsinizsə, qarşısında adjective qoymalıyıq. So, which led to an immediate reduction in the amount of traffic on the roads. İndi sizcə, which reduced traffic, yoxsa which led to an immediate reduction in the amount of traffic? Yəni, hansı daha akademikdir? Əlbəttə ki, ikinci versiya, düzdürmü? So, çalışın ki, belə istifadə edəsiniz. Bu versiyada, məsələn, görürsünüz, feildən istifadə edib. Amma sizə önərim, bayaq da qeyd etdiyim kimi, baxın buna, which had an immediate effect on the volume of traffic. Bu formada isim işlətməkdir. Daha qəşəng eləmək üçün bayaq sizə bir spoiler vermişdim. Who which-dən sonra verb gəlirsə, who which-dən silirik, verbimizi ing artırırıq. New rules were introduced, which decreased congestion immediately-dir. Which-i sildik, which decreased artıq, which-i siləndə feilimizi ing. Nə olur? Decreasing congestion immediately-nə çevrilir. Və yaxud da bura baxın, thus decreasing congestion immediately və yaxud da resulting in an immediate reduction of congestion. Hansı daha yaxşı soruşsaz, əlbəttə üçüncü versiya. Həm ing var, həm uncountable noun var, həm onun adjective'i var. Yəni, a variety of complex linking words and used accurately. For example, ing form of the verb. Bunların istifadə olunması coherence cohesion balımızı artıracaq. İndi bir sıra burada suallar var. Mən bu sualları verdikdən sonra sizə önərim videonu dayandırıb düşünməyinizdir. Daha sonra mənim cavablarıma baxmağınızdır. İndi bizim iki cümləmiz var gördüyünüz kimi. Ayrı-ayrı cümlədir. Biz bu cümlələri birləşdirib bir kompleks cümlə eləmək istəyirik. Bayaq öyrəndiyimizə əsasən sizcə bunu necə bir advanced formada kompleks cümləyə çevirə bilərik? Məncə burada videonu dayandıra bilərsiniz. Ümid edirəm ki, dayandırdınız. Aşağı məddələri ümumiyyətlə göstərmədim. İstəsəz slaytdan özünüz baxa bilərsiniz. Ideal versiya, one solution would be to make citizenship classes compulsory in all schools, thus thereby reducing the incidence of antisocial behavior və yaxud da thus leading to an immediate reduction in the incidence of antisocial behavior ifadələrini istifadə edə bilərsiniz. Reference wordlər və onların istifadələri, çünki tələbələrdə ən çox gördüyüm səhvlərdən biri eyni sözü dəfələrlə təkrar eləməkləridir. Sonra sinonim tapa bilmirlər və bir yerdən sonra tıxanırlar, istifadə edə bilmirlər ümumiyyətlə. Gəlin onu necə eləyə bilərik, bir yerdə danışaq. İlk olaraq gəlin burada boldla yazılmış sözlərə baxaq sizlə bir yerdə. Belədir ki, what do you notice about the words in bold? Yəni, görürsünüz ki, community service is generally seen as worthwhile. Ekranımı daha yaxşı paylaşım. However, the question of whether community service should consume high school curriculum time may be more controversial. Community service. Təkrarlarımız var, düzdürmü? İkinci yerinə it yazın. Əslində, bu qədər sadə düşünməlisiniz. Məsələn, academic skills, but also those skills. Skills-i silin, sadəcə those qalsın. Life skills, sonra they better equip, yəni hazırlaşdırır tələbələri. Və yaxud da ki, buradakı cümləyə baxaq. To manage, students-dən gedir söhbət, their time and improve their organizational skills. Yəni, pronounları bacardığınız qədər istifadə edə bilərsiniz. So, common referencing wordlərimiz pronounlar, possessive pronounlar, object pronounlar, demonstrative pronounlar və s. şəklində istifadə eləməyimizdir. Ki, burada more optionlarımız da var, onlar da sizə danışacağım. Gəlin buna baxaq və dayandırıb yəni öz fikrinizi birinci düşünməyinizi istəyirəm. Cümlə belədir. Solar power and tidal power are both suitable alternatives. Solar power is less expensive, while tidal power is less risky. So, necə eləyirik? İlk bəhs elədiyimiz şeydən danışanda ona the former deyə refer eləyirik. İkinci bəhs elədiyimiz şeydən danışanda isə ona the latter deyə refer eləyirik. So, cümləmiz bu hala çevrilmiş olur. Solar power and tidal power are both suitable alternatives. The former is less expensive, while the latter is less risky. Artıq dərəcədə, yəni highly recommended istifadə eləmək. Gəlin buna baxaq. The government lifted lockdown. By lifting lockdown, they made situation worse. Dövlət lockdownu artırdı. Lockdownu artırmaqla onlar situasiyanı daha da pis elədilər. So, burada təzədən by lifting lockdown demək yerinə biz deyə bilərik by doing this ya da in so doing. Yəni bunu etməklə və yaxud da belə etməklə ifadələrindən.
So, baxın, ancient artifacts, some of these ancient artifacts. İki cümləni birləşdirirsinizsə, təkrardasa some of which deyə refer eləyin. Və yaxud da buna baxın. There are many problems to overcome. One of the many problems is the security issue. There are many problems to overcome. One of which is the security issue. Artıq dərəcədə rekommend edirəm. Çox qəşəngdir. Adətən tələbələrdə linking ilə bağlı gördüyüm əsas problemlərdən biri də onların although ilə whereas-ı bir-biri ilə qarışdırmalarıdır. Gəlin buna baxaq. He is well qualified, he can't find a job. So, biz ilk olaraq durğu şərlərinə diqqət yetirməyimizi istəyirəm. He is well qualified, but he can't find a job. He is well qualified, however, he can't find a job. Although he is well qualified, he can't find a job. Yəni, bu ifadələrdən istifadə edə bilərsiniz. Although-nun həm task 1, həm də task 2-da işlədilə bilən nümunələrini görürsünüz burada da. Amma burada whereas işlədilməsi düzgün deyil. Niyə? Çünki whereas müqayisə edərkən biz iki fərqli şeydən danışmalıyıq. Məsələn, he və I. He is well qualified, whereas I don't have any qualifications. He couldn't find a job, whereas I found one easily. Gördünüz? İki fərqli şeyi müqayisə elədik və whereas-dan istifadə elədik. Əsas səhvlər. My sisters are tall. Example'lar. My sisters are tall, whereas I am quite short. Bacılarım və məni müqayisə edirik. In the past, most jobs were physical, whereas nowadays most jobs are sedentary. Deyə bilərsiniz ki, iki cümlədə də mübtəda most jobs'dur da və niyə whereas işlətdik? Çünki birində mübtəda keçmişdəki most jobs'dur, birindəki mübtəda indiki most jobs'dur. İki fərqli şeyi müqayisə elədiyimiz üçün whereas işlətmək daha düzgün bir optiondur. Bir common mistake-dən danışaq sizlə bir yerdə. I have studied English since 2008, whereas I am not fluent. Nə uşaqlar? İkisində də mənlə söhbət gedir. Ona görə də whereas işlənmir. Düşünə bilərsiniz ki, biri mənim 2008-dəki versiyamdır, biri indiki versiyamdır. Nə o deyir? 2008-dən bəri, yəni indiki versiyası da daxildir bunun içərisinə. So, iki eyni şeyi müqayisə elədi deyə işlədə bilmərik. Burada bir review'umuz var. Dayandırın videonu, gedin buradakı boşluqları doldurun indi. Zəhmət olmasa. Daha sonra isə buradan yoxlaya bilərsiniz. Despite haqqında danışaq. Bunun haqqında bir reelsim də var. Hətta dərsimdə tələbələr də çaşdırır. Uşaqlar, despite of deyə bir şey yoxdur, yadımızda qalır. Bizim ifadəmiz sadəcə despite'dır. Despite'dan sonra in spite of var, bir də despite var, tamam? Despite'dan sonra söz birləşməsi gəlir və söz gəlir. Despite the fact that-dən sonra isə cümlə gəlir. Məsələn, despite the fact that he is well qualified, he can't find a job. Yəni, bir növ olduğunun yerinə işlənir deyə bilərik. Hətta mən daha çox despite the fact that-dən sonra despite və ondan sonra isim işlənməsini daha çox sevirəm və daha qəşəng cümlə quruluşu kimi müəyyən edirəm. Despite being well qualified, despite his qualifications. Yəni, mənası Azərbaycanda rəğmən. Yəni, onun qualificationlarına rəğmən o iş tapa bilmir şəklində. Ki, burada da mən dediklərimin özətini görürsünüz. Despite-dan sonra of yoxdur, yadımızda qalır. Bir də despite-ın sinonimi in spite of-dur. In spite of the fact that I have a good English level, in spite of having a good English level, in spite of my good English level şəklində yaza bilərik. Davam eləyək essemizlə, hansı ki problem solution-dur. Uşaqlar, problem solution əsərində bizdə nəyinsə səbəbini soruşur və bununla bağlı nə edə biləcəyimizi soruşur, yəni həllini soruşur, adından da eşidə biləcəyimiz kimi. Gəlin buna baxaq. In spite of the advances made in agriculture, many people around the world still go hungry. Why is this the case? What can be done about this problem? So, bizdən səbəbini soruşdu problemimizin və ona uyğun bir solution təklif eləməyimizi istədi gördüyünüz kimi. Bu arada bir grammarda deməmiş keçə bilməyəcəm. In spite of the advances made in agriculture. Bu normalda belədir. Like, məsələn də which have been made və yaxud da ki, which were made, okay? Nə vaxt yadda saxlayın ki, who, which, yəni hətta bura qeyd edeyim ki, yadımızda yaxşı qalsın, which were made şəklində yazıram. Nə vaxt ki, who, which, that-dən sonra bizim passive voice-imiz gəlir, ki, görürsünüz, gəlir. Biz who, which that-i silirik və to be-ni də silirik. Olur made in agriculture gördüyünüz kimi və daha akademik və daha yaxşı bir cümlə quruluşudur. Sadəcə made-dən sonra in agriculture var idi deyə sağ tərəfdə qaldı. Əgər in agriculture olmasaydı, yəni sadəcə made olsaydı, əvvəldə olacaqdı. Yəni bir çox sözdən ibarətdirsə ismin sağında, bir sözdən ibarətdirsə ismin solunda olmaqla yerləşdiririk. Davam edək növbəti slaydımızdan.
Causlar və effektləri öyrənək birinci. Cause nə isə səbəbidir. Məsələn, obesity-də deyək. Səbəb odur ki, people eat too much. Bunun effekti, yəni nəticəsi nədir? People gain weight. Eating too much, nəticəsi becoming overweight. Overeating, nəticəsi obesity, weight gain. Səbəb nə oldu? People eat too much, nəticəsi so they gain weight. If people eat too much, they gain weight. Eating too much causes obesity. Eating too much is the main cause of obesity. A consequence of overeating is obesity. Due to the fact that people overeat, they become obese. Görürsünüz burada gördüyünüz kimi. Müxtəlif formalarla bağlaya bilərik cümlələri bir-birinə. Yəni, fixed bir şeyimiz yoxdur bizim writing task-da. Heç vaxt ki, mütləq belə yazmalısan, yoxsa aşağı bal alacaqsan. Belə bir anlayış yoxdur. Həmişə yəni flexibility üçün rumumuz var bizim. Sadəcə you just need to develop your point so that the examiner can see that your point is relevant to the question. Yəni examinerə göstərməlisən ki, examiner səndən razılaşmaya bilər, amma demək ki, okeydir, adam ideyasını normal izah eləyib. Yəni bu şəkildə balınızı qəşəng qazanmış olacaqsınız. Bu da bayaqkının tərsidir. Yenə bağlama yolları haqqında bu slaytdan məlumat əldə edə bilərsiniz. Bu hissədə siz cause solution esselərində istifadə edə biləcəyiniz vocabulary-ni görəcəksiniz. Məsələn, əsas günahkar, the main culprit is, it's the fault of, the government contributes to the problem. Öyrənib istifadə eləməyinizi artıq dərəcədə önərirəm. Uşaqlar, nə vaxt problem sözünü işlədirsiniz, qarşısında adjective işlədin. İşlədə biləcəyiniz mümkün adjectiveləri bura qeyd eləmişəm. Onları uyğun formalarda işlədə bilərsiniz. Solve sözünün yerinə işlədə biləcəyiniz sözləri görürsünüz burada. Solution sözünün yerinə işlədə biləcəyiniz sözləri görürsünüz. Tutaq ki, mövzumuz smokingdir. Deyir ki, teenagerlar arasında smoking çox geniş yayılıb və bunun necə qarşısını ala bilərik? Smoking is increasing among teenagers. To reverse this trend, schools should do something. To reduce this problem, to improve this situation, to alleviate this issue, to stop this development. Yəni cümlənizi bu formada başlaya bilərsiniz, əgər solutionlar haqqında danışırsınızsa. Və çalışın modal verblərinizi işlədin. Should, ought to, may, can, could və s. şəklində. Conditional əlavə eləyə bilərsiniz ideya izah eləyərkən. Bunu biz danışmışdıq bugünkü dərsimizdə idi, səhv eləmirəmsə. Smoking is increasing among school children. To reverse this trend, schools must teach children about the health consequences. If schools do not take action soon, the health of the next generation will be damaged. Nəticəni göstərdi. Niyə? Çünki bizim izahımız necə idi? Necə, niyə nəticəsində nə olur? Bu şəkildə də izahını verdi. Nəticə göstərirsiniz. As a result, this would result in, this would lead to və s. digərlərini istifadə edə bilərsiniz. Solution sözünün qarşısında işlədə biləcəyiniz adjectiveləri burada görə bilərsiniz. Solve sözünün sinonimlərini burada görə bilərsiniz. Və bir növ strukturlar, templateləri də eyni formada görə bilərsiniz. İndi isə davam eləmək istəyirəm sizlə bir yerdə müəyyən bir cause solution essələrinə aid sampleları analiz eləməklə ki, bu tip essələrin necə yazılması sizin ağlınızda tamamilə otursun. Gəlin başlayaq sampleların birinin analizinə bir yerdə. Yenə eyni paylaşdığım draft faylından bu arada onu müəyyən edə bilərsiniz, tapa bilərsiniz. Bayaq oxuduğumuz mövzudur. Deyir ki, in spite of the advances made in agriculture, many people around the world still go hungry. Xarici bir köhnə examinerdən almışam bunu. Burada 30% söz high level'dır. Band 7 plus essaydir. Yəni önərirəm quruluşuna və s. baxmağınızı və qara ilə göstərilən sözlərə. Why is this the case? What can be done about this problem? İlk olaraq bizim introduction dediyi nə edirik? Verilən cümləni paraphrase eləyirik introductionda ki, elə eləyiblər. Daha sonra bunu bir template kimi yadda saxlaya bilərsiniz ki, həmişə istifadə eləyəsiniz. Yazın ki, this essay will outline the main reasons for that, which I believe to be. Burada şeyləri yazın, səbəbləri yazın. And suggest several solutions to alleviate this problem. Hətta mən önərirəm davamında by kimlər həll edə bilər? Məsələn, government and individuals ya da nə bilim, government and society kimlər tərəfindən həll oluna biləcəyini. Bayaq dediyim kimi, idealımızı tam vermirik də, spoiler veririk bu hissələrimizdən. Sonra, poverty is the main culprit for a noticeable increase in the number of undernourished people. İdeasını verdi. İzahını verdi. Gördüyünüz kimi və resultına kimi görürsünüz. As a resultdan istifadə edib. Another cause is deyib ikinci səbəbini verdim. Və onu da izah elədi eyni zamanda. Solution'a keçdikdə one possible approach to tackle this problem would be ilk solution'unu verdi, izah elədi if-lə falan.
Daha sonrasında also ilə ikincisini izah elədi və izahını verdi. Yəni eyni format. Conclusion'da gəldikdə, burada in my view yazıb, mənim önərim in conclusion, garanti variant. Bir mövzunu paraphrase edirsiniz. It is deyir ki, unthinkable that in the 21st century millions of people are still undernourished. Deyir ki, bu düşünə bilməz ki, ağla sığmazdı ki, 21-ci əsrdə hələ də milyonlarla insan aclıqdan əziyyət çəkir. The solutions to the world hunger problem are manifold, so it is of paramount importance. Very qəşəng, very qəşəng, very good. Of paramount importance, yəni çox önəm daşıyır mənasındadır. Is significant, it is significant yerinə. It is of paramount importance. Bax, buradan ümumiyyətlə siz çoxlu collocation götürə bilərsiniz. To combat it urgently. Neynədir? Dedi ki, solutionlar insanlarla, belə deyək də, bağlıdır və ona görə də ona tez bir şəkildə mücadilə aparmaq lazımdır. Template kimi götürüb bundan istifadə edə bilərsiniz. Və yaxud da bir digər sample-da sizlə analiz eləyək, cause solution haqqında istəyirsinizsə, bunu siz ümumi materiallar hissəsində buradan tapa bilərsiniz. Discussion is okay. Many countries are facing a problem with the loss of traditional dances. What are the reasons for this problem? What can be done about this? Bu 9 bəndli idi. Bunu birbaşa examinerdən almışam. Yəni examinerin özünün hissəsidir. İlk olaraq paraphrasing, bildiyiniz kimi. This essay explores an underlying reason for this issue. Sonra verə bilərsiniz ki, which I blame to be, bayaq gördüyünüz kimi də ideyanın nə olduğunu. And proposes an effective measure to address it by the government, by society və s. şəklində yaza bilərsiniz. 2 səbəb verirsinizsə, an underlying reason, no, 2 underlying reasons, 2 solution verirsinizsə, 2 effective measures yazmağınız yetərlidir. Sonra yazıb one significant reason for something, yəni traditional dance'in itirilməsi üçün one significant, baxın, bunu bir template kimi götürə bilərsiniz. One significant reason for something is verdi, sonra to clarify, izah elədi, bir dənə də izah elədi, nümunə verdi, sonra da nümunəsini pointi ilə əlaqələndirdi. İkinci body'də to contract this issue deyə başladı, ideyasını verdi, izah verdi, izah elədi, nümunəsini verdi və ideyası ilə bağladı. Conclusion'da isə in conclusion, deyir ki, yoxa çıxması traditional dance-lərin, elə mövzunu yazırsınız, boşluq, can be attributed to, səbəblərini yazırsınız, sonra da the key solution lies in yazıb, əsas solutionları verirsiniz. Like, məsələn, yaza bilərsiniz lies in filan şey and filan şey şəklində qeyd edə bilərsiniz ki, burada işlənmiş collocation-dan və s. mənasını görə bilərsiniz. Yəni, heç bir STP çətin deyil, eyni formatı izləyirsiniz. Mən sizə bu önərdiyim, verdiyim vocabulary və s. nəticəsində sizə önərim özünüzün template-inizi çıxarıb, onun əsasında bütün esələrinizi eyni formatda davam elətdirmək olur. Close solution esələrimiz haqqında bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Dərslə bağlı bütün materiallar sizə göndəriləcək. Dərsin sonunda bir PDF şəklində göndəriləcək. Bundan əlavə olaraq isə sizə 2 essə tapşırılacaq. Bu 2 essəni yazıb submit eləməlisiniz. Və digər sözləri və s. prezentasiyanı da yenidən üstündən keçməyinizi önərərəm. Ümid edirəm ki, dərs sizin üçün faydalı oldu. Əlavə sualınız yarandığı təqdirdə məndən birbaşa əlaqə saxlaya bilərsiniz. Hələlik özünüzə yaxşı baxın, uğurlar.